Abşeron Ticarət Mərkəzi yolun hərəkət zolağında tikinti aparır. Lökbatan meyvəli istiqamətində ticarət mərkəzinin tikintisinin bir hissəsi yolun hərəkət zolağına daxil olub. Gördüyünüz kadrlardan da açıq görünür ki, ticarət mərkəzi üçün nəzərdə tutulmuş avtomobil duracağı inşa edilir. Yolun digər hissəsinə nisbətdə Qaradağ rayon Lökbatan qəsəbəsi meyvəli istiqamətində yolun hərəkət zolağı ən azı 2 metr zəbt edilib. Bu avtomobil yolundan gündəlik istifadə edən sürücülər Media TV, Azmedia qrupuna müraciət edərək bildirirlər ki, gələcəkdə yolun daralması ciddi tıxaclara səbəb olacaq. Bu avtomobil yolundan gündəlik istifadə edən sürücülər Media TV, Azmedia qrupuna müraciət edərək bildirirlər ki, gələcəkdə yolun daralması ciddi tıxaclara səbəb olacaq. Elə bu səbəbdən də mövcud problemin qarşısının alınması məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Qaradağ rayon İcra Hakimiyyəti məsələyə operativ yanaşaraq tikintini dərhal dayandırmalıdır. Onu da xatırlatmaq istəyirik ki, bundan öncə iş adamları əhali üçün yol inşa etdirib, rəhmət qazanardı. Amma nədənsə indi iş adamları yol kəsib rəhmət qazanmaqdan yan keçirlər.